Salam, hər vaxtınız xeyir olsun inşallah değerli YouTube izleyicilerimiz. Bugün size yine de şəxsi tikili, yaşayışlı ve əşyaları ile birlikte satışa çıxan belə bir gözəl həyət evimizi təqdim edəcəm. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videomuzun daxilində qeyd olunur. Evin yerləşmə yeri Ramana Safxoz qəsəbəsidir. 162 nömrəli marşrut yolundan cəmi 50-60 metr məsafəsi var. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən də ən aşağısı 13-14 daş kürsüdə tikilib. Evi 2 mərtəbə kimi də qeyd edə bilərik. Gördüyünüz sol tərəfdən qaraj hissəsindən evin 1-ci mərtəbəsinə girişi qoyulub. 1-ci mərtəbədə 3 dənə hündür, böyük köməkçi otaqları var. Evin heç bir zabora bitişiyi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Hər bir tərəfi yaşayış olan yerdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evimizin geniş belə bir həyəti var. Həyət tamit daşlarından döşənli. Həyətə də bir neçə maşın rahatlıqla daxil ola bilir. Ümumilikdə 7 otaqdan ibarətdir. Üzr istəyirəm, 6 otaqdan ibarətdir. 3 otaq, təmirli otaq evin 2-ci mərtəbəsində, 3 otaq isə 1-ci mərtəbəsində yerləşir. Evin çardağına da girişi var. Altı betondur, üstü kəmərdir. 4 bir tərəfdən qoşadaşla tikilib. Evdə istilik sistemi də kombidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evimizin qiyməti 89.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olarsa qiymətli indirim olunacaq. Ev sahibi tərəfindən az öncə də qeyd elədiyim kimi ev əşyaları ilə birlikdə satışa çıxıb. Sənədimiz isə bələdiyyənin sənədidir. Sanitar qovşağını da təqdim edeyim. Evdə istilik sistemi kombidir. Hər bir otağın geniş pəncərəsi. Evin 4 bir tərəfi də qoşadaşla tikilib. 162 nömrəli marşrut 50-60 metr məsafəlikdən keçir. Yol kənarı evdir. 3 sotun içində 3 otaq, əlavə 3 köməkçi otaq, 110 kvadrat evin ümumi sahəsi, pəncərələrin reşotkasına qədər hamısı var. Qiymət cəmi 89.000 manat. Real alıcılarımıza qiymətli indirim ev sahibi tərəfindən olunur. Əlavə nə sualınız varsa buyurub zəng edərək məlumat ala bilərsiniz. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi də unutmayın.